Blokas. Bu göz üçündür. Bu nə edir? Gözün görməyini yaxşılaşdırır. Ondan sonra gözə işıq verir. Yaxını görməyi də aradan qaldırır. Uzaq görməyi, astigmat problemi olan adamlar, hamı eynək taxan adamlar, göz yorğunluğu və s. hamısını aradan qaldırır. Yəni bu çox qəşəng bir şeydir. Plus deməli 16 manat zad apteklərdə və tərkibi qaragilədir. Qaragilə bunu qoyub belə göstərim. Bax tərkibi qaragilədir. Qablaşmasına baxa bilərəm. Qablaşmasına niyə baxmırsan? Ha, belə bir şeydir. Amma mütləq şəkildə çalxalayıb sonra içmək lazımdır. Gündə 3 dəfə 10 milli yeməkdən ya yarım saat əvvəl ya 1 saat sonra blokas siropu içirsən. Misal üçün, bu adamlar var, pastayla kompüterlə işləyirlər. Bax, o gözə oradan gələn şüalar çox qəşəng götürür. Yəni, bizim katarakta xəstəsi var idi. Bu real bir şeydir, yəni. Katarakta xəstəsi var idi, 5 qutu istifadə eləyib. Artıq 5-ci qutunu istifadə eləyəndə, çünki bir dənəsi bu 150 milli deyə, günə 30 milli istifadə eləməsən, bir dənəsi 5 günə qutarır. Ona görə sən bunu 3 ay istifadə eləyəsən və 3 aya da bundan çox gedir də, bir 10-15 qutu gedir. 16 manatdan o da az pul deyil, amma effektivliyi superdir. Yəni o katarakta xəstəsinə həkim öz həkimi yazmışdı, o da tanınmış həkimdir ya. Yazmışdı ki, 2 ay sonraya əməliyyat və gedib xəstə, deyək ki, 2 ay sonra getməyib də, bir ay qabaq baxışı idi, sonra əməliyyat təzdən çağırmış ki, gələrsən, baxış eləyəcəm, bir də deyəcəm ki, əməliyyat dəqiqliyə yox. Demişsən, neyinirsən ki, gözündə çox irəliləyiş var. Yəni, gözdə olan mirvari suyu, astigmat problemi, ondan sonra yaxın görmə, uzaq görmə, göz yorğunluğu, gözün qızartısı, o baş ağrı da verə bilir, bəzən təzyiqlə bağlı ola bilir. Yəni, qlaukoması olan xəstələr, göz təzyiqi olan xəstələr belə onu istifadə edə bilirlər. Çox əladır, qəşəng effekt verir, yəni bunu yoxlamaq mütləq şəkildə lazım. Sən bir ara aski taxırdın, ondan istifadə edəsən, yəni o askidən də tamamilə uzaqlaşa bilərsən. Bizdə indi sənin askin aşağı nömrə idi, amma hər halda onu da aradan qaldırmaq olar. Çox qəşəng bir şeydir, yəni apteklərdə var. Apteklərə gəlib artıq, rahat şəkildə alıb istifadə edir. Uşaq böyük fərqi yoxdur, hamı istifadə edə bilər. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.